Ya Rəbbim, sən şükür olsun, sən izzət olsun, ya Rəbb. Minnətdarıq sənə, ata. Bu gün üçün də sən minnətdarıq, ya Rəbb. Ya Rəbb. Ölkəmizi sənin qarşıma gətirirəm, ya Rəbb. Sənin əllərinə verirəm, ya Rəbb. Bu ölkənin ata, ya Rəbb, yenilənməsi üçün, gündən günə dəyişməsi üçün, ya Rəbb, düzgün qərarlar verməsi üçün, sənin qarşına gəlirəm, ya Rəbb. İsa Məsih adıyla, müqəddəs adla, ya Rəbb. Qoy ölkəmizin hər bir sakini, böyüyündən tutmuş balacasına qədər, ata, ya Rəbb, hər biri sənin müqəddəs ruhunla vəftiz olsun, ya Rəbb. Ata, sən günahlı insanlar üçün, ya Rəbb, iblisin təzyiqindən azad etmək üçün, ya Rəbb, bədənini verdin, ya Rəbb. Bu ölkənin hər bir istirabını sənin qarşıma gətirirəm və səndən istəyirəm, diləyirəm, ya Rəbb. Ölkəmizə xeyir-dua ver. Yaşadığımız, doğulduğumuz bu ölkəyə xeyir-dua ver. Qoy bütün sənin vədlərin bu ölkədə bərpa olunsun, ya Rəbb. İbrahimə, İshaqa, Yaquba verdiyin o xeyir-dua, qoy bu yerdə hər bir sakinin üzərində bərqərar olsun, ya Rəbb. Xeyir-dua ver, ata. Bu ölkədə doğulmuşuq, bu ölkədə yaşayırıq, ya Rəbb. Və ölkəmiz üçün, ata, qoy bir imanlı kimi, biz də dualarımızla, xidmətlərimizlə sənin qarşında, ata, ya Rəbb, ya Rəbb, ya Rəbb, sənin sözünü, sənin hikmətini onlara yaya bilək. İsa Məsihin ismiyle, İsa'nın diri adıyla, ata, bütün mədəniyyət ocaqlarını, bütün təhsil ocaqlarını, bütün ata, ya Rəbb, hər bir xəstəxanaları, hər bir maariflənmə yerlərini, ya Rəbb, sənin qarşına gətiririk. Hər bir ofisi sənin qarşına gətiririk. Hər bir biznesi sənin qarşına gətiririk, ya Rəbb. Ya Rəbb. Və səndən istəyirik, səndən diləyirik, ata. Əli uzat. Ölkəmiz qoy sənin tərəfindən yenilənsin. Ölkəmiz sənin tərəfindən gündən günə dəyişilsin. Ya Rəbb. Biz başqa ölkələrə baxıb, ya Rəbb, köç götürməyək. Biz öz ölkəmizdə hər bir şeyin tam təmin edildiyini görə bilək. Ya Rəbb, düzgün olmayan qayda qanunları mən sənin qarşına gətirirəm. Sənin çarmıxına sancıram. Düzgün olmayan təsirləri sənin hizurun altına gətirirəm. Ya Rəbb, xəstəxanalarda baş verən hər bir həsmərçliyi sənin qarşına gətirirəm. Və sənin əllərinə verirəm, ya Rəbb. Qoy insanlıq, qoy bəşəriyyət, qoy iblisin təzyiqindən azad olsun. Qoy düzgün qərarlarda yaşasın. Ya Rəbb, bu dünyada ata qonaq olduqlarını, qərib olduqlarını qoy tam şəkildə anlayışla qəbul edə bilsinlər. İsa Məsihin ismiyle. Ata, sənin əllərinə verirəm. Ata, sənin ixtiyarına buraxıram, ya Rəbb. Xeyir-dua ver. Xeyir-dua ver, ya Rəbb, sən qadirsən. Ölkəmizin hər bir vəziyyəti qoy sənin tərəfindən, ata. Ya Rəbb, idarə olunsun. Rəhbərliyin olsun. Müşayiətin olsun, ya Rəbb, ölkəmizin üzərində. İsa'nın ismiyle, İsa'nın diri adıyla. Bütün hərbi hissələr, ata, sənin tərəfindən, ata, qeyri-qanuni olan hər bir vəziyyət sənin tərəfindən idarə altına girsin. İsa Məsihin ismiyle, ata, qoy insanlar iş axtarmasınlar. Qoy insanlara işlər təklif edilsin. İsa'nın ismiyle. Qoy məhsullar sənin tərəfindən o qədər xeyir-dua alsın ki, heç bir məhsul, ata, ya Rəbb, qeyri-qanuni şəkildə becərilməsin. Sənin izzətin altında olsun, ya Rəbb. Yediyimiz, istiyimiz hər bir məhsul sənin tərəfindən təqdis olunsun. İsa Məsihin ismiyle, İsa'nın diri adıyla. Ata, sən qarşıma gətirirəm. Sənin əllərinə verirəm. Qoy bütün, ata, bu ölkəmizdə olan məbədlər daimi öz ölkəsini sənin qarşına gətirə bilsin və səndən istəsin, səndən diləsin ki, ölkəmizdə gündən günə əmin-amanlıq baş versin. Gündən günə daimi sənin müqəddəs ruhun od alov kimi hər kəsin üzərinə tökülsün. Heç kim deməsin ki, mən İsa Məsihi tanımıram. Qoy hər kəs sənin sözünlə tam, ya Rəbb, razılaşa bilsin. İsa'nın ismində, İsa'nın adında.
Ata, sən qarşıma gətirirəm. Sənin huzurun altına verirəm, ya Rəbb. Xeyir-dua ver. Xeyir-dua ver, məbədlərə xeyir-dua ver. Qoy düzgün məbədlərdə sənin sözün, hikmətin, ya Rəbb, insanları azad etsin. Qoy hər bir gələn insan, ata, almaq üçün deyil, orada sənə vermək üçün, ya Rəbb, özünü sənə bəxş etmək üçün, qoy o yerlərə gəlsin, ya Rəbb. Ya Rəbb, səndən istəyib, səndən diləyirəm, ya Rəbb. Müqəddəs ruh, doldur. Doldur ki, qoy bütün məbədlər sənin ruhun altında hərəkət etsin. Qoy, ata, hər bir vəziyyət, ata, sənin rəhbərliyin altına keçsin. Müqəddəs ruh, sənə müraciət edirik. Səndən istəyirik, səndən diləyirik. Ya Rəbb, sən, ata, 2 nəfər, 3 nəfər müqəddəs olan bir yerdəsən. Və biz imanla buna inanırıq. Görünməyəni görünən kimi qəbul edirik. Ya Rəbb, öz ruhumu axıt. Ruhun qoy, ata, hər bir kəsin üzərində bərqərar olsun. Və dəyişilmə baş versin. Ata, ya Rəbb, qoy torpaqlar üzərində heç bir vaxt savaş başlamasın. Qoy hər bir kəs işini, gücünü atıb sənin kəlamını yaymaqla məşğul olsun, ya Rəbb. Ya Rəbb, ya Rəbb, sən qadirsən. Sən dedin ki, gedin ata, oğul, müqəddəs ruh adıyla bütün dünyaya siz mənim səsimi, mənim sözümü bəyan edin. Ya Rəbb, dua edib səndən istəyirəm, ya Rəbb. Qoy hər birimizdə o cəsarət, o bacarıq, o sərişli olsun. İsa'nın ismində, İsa'nın adında. Sənin səsin hər bir tərəfə yayılsın. İsa'nın ismində, İsa'nın adında. Halleluya. Minnətdarıq sənə, ya Rəbb. Halleluya.